Salam dostlar hamıya, hər vaxtınız xeyir olsun. Bu ötən səfərki videoya, yeni il ilə bağlı olan videoya yorumlarınızın çoxsuna cavab yazmışam. Bəziləri cavab çatdırıb yazmadıqlarım oldu, amma yenə də yazasıyam. Bu aralar biraz başım qarışıqdır. Çünki qarşıdan Əsgər bəyin ay günü gəlir, ona hazırlaşıram və Pusti. Kız mənim dalışa durur. Vermirəm. Allah, hamı get. Allah. Acet saçını yıxala. Deməli nə deyim? Əsgər bəyin ay günü gəlir və Əsgər bəyin ay günü ilə yanaşı başqa işlərlə də məşğulam. Məsələn, bugün yolka qurmuşumdur. Arsız yolka aldım. Aldıq. Bundan sonra aldım. Bunu bir neçə şəkildə deyə bilərəm. Digər başqa bir feillərlə, amma da çox da şeyləmirəm, daha az başa düşdünüz. Takışda yol qururam səhər sonradır. Bütün işimi gücümü atmışam. Yemək bişirməmişəm, mağazaya gəlsəydim, mağazaya getməmişəm. Aydan yatırmamışam, belə təsəvvür gətirin. Atmışam bütün işimi gücümü, ancaq yol qururam. Gəlin sizə yolkamı göstərim. Bu vlogu da biraz yeni ilə aid vlog kimi dedim aparım. Növbəti vlog yəqin ki Əsgərin ay günündən kadrlar olasıdır. Onu paylaşaram sizlə. Bunları ötən səfər görmüşdünüz və bu da mənim yolkam. Elə bir hündür 2.20'dir hündürlüyü yolka aldım və belə silikon deyirlər, nə deyirlər. O şey yumuşaq materialdır və yaxud sonra işləyirəm, əlimdə heç bir cızıq zat yoxdur, yəni deməyə çalışırım. Belə bu iqruşkaları ötən səfər göstərmişdim zaten. Bunları da təzə almışdım. Bunu bilməm göstərmişdim. Sizə yoxsa yox qoy. Açıq əlimdən qırağa qoyum. Ayda götürür deyə qoymuram. Bax gördü. Bax. Sırfman başlayıb görürsünüz. Götürdün gənə. Mən saatməmişəm dəyməyəsən yolkaya. Qoy yerinə az. Tez ol. İndi video paylaşmışım. Hamı yazmağa başlaydı ki, nə yaxşı ayda yolkanın üstünə dəymir. Ne deyirlər, yalancının şahidiyəm deyirlər. Piki eləyə. O şeyin bu xırda nədir, işıqlardan almışam belə sarıt deyəndə. Ay Allah, onlar sarıt deyənə qədər mən daha bir təri oldum, inanın ki, çox yorucudur. Bu tərəflərində özü də biraz çox oldu. Yuxarı çatana yaxın, aşağıdan yuxarı doğru başlamışam. Yuxarı çatana yaxın gördüm, az qaldı, tez bazara belə acayip, yani fərqi var görüyoruz kimi. O hissəsində daha çoxdur, o hissəsində daha azdır. İqruşkalar deyildim, ötən səfər göstərmişdim deyəsən. Bunları təzə almışam, hamısını təzədir. Belə başqa rəhlər əlavə eləmək istəmədim, elə qızılı, qırmızı olsun deyə. Bir də altına bu plet salmışdım, divanın üstünə salmışdım. Bunu da ora saldım. Ay qız, söhmə! Tax yerinə bıratdı. Niyət? Tax görüm. Tax. Tax deyirəm. Nədir ki? Tax yerinə. Üstü də büyüyündən sonra yolka sökülənə qədər görümüz bu olasın. Amma yolka sökmək da fikrim yoxdur valla. Gəlinlə qədər elə dursa dursun, xoşuma gəldi. Çünki çox qəşəkdir. Həm material olaraq qəşəkdir, həm də yəni belə bildiyin, yəni təbii yolkaya oxşamır sizcə də. Təbii yolka istəmədim almaq. Çünki dediyim kimi o tökülməyə başlayıb, o təbiidir deyə tökülür. Oraya hisslənim, hər dəfə o töküldüyünü görəndə. Gündə 5 dəfə təmizləyirəm. Gözüm görməsin deyə orada çir. Çir deyəndə budaqlarında. Və vaxtım geyir. Ona görə düşündüm ki, alsam da təbiisini, hər yerə töküləsi, yenə hissələsiyəm, yenə ayda dartasıdır, əlimizə qolumuza girəsidir, ağarasıdır. Ona görə dedim, ən yaxşısı belə iskustivenliyi Allah heç olmasa hər il istifadə eləyərək, həm də hündür istəyirdim deyə. Bu boyda ağac almayasıydı təbii. Ona görə də bu il belə. Bu il belə deyəndə də bundan sonra belə hələ ki bir neçə il. Də? Bax götürdü açıq mücədən görürsünüz. Soxmaqsa yeri qoy as yerinə. Tez ol. Ciyək işlərimizi görməyə görə mağazaya getmək istəyirəm. Mağazaya getməyə peşman olama buralarından ki, qapıdan girən kimi yol oyuncaqlarını qoyurlar. O adətən həmişə uşaqlarla girsən deyə birinci şey qoyulur, uşaq oyuncaqları qoyurlar. İndi bizi tələyə salmaqdan ötürü qapıdan girən kimi yol oyuncaqları düzürlər hər yerə. Mən də düşürəm o tələyə. Yəni yol oyuncağı bir iki dənə oraya istəyirəm, belə düzmək, ekonomiklərdən, zatdan, şaxtavozat istəyirəm. Bilmirəm, ona görə də neçə gündür inanın ki, mağazaya getməyim gəlmir. Sırf ona görə ki, yeni il şeyşülərini görməyim. Boş qaflar, zatlar qabağıma çıxır ara sıra. Vəbşi bilmirəm də, nə qarım, hara qaçaq biz bu marketplace'lərin, marketdə satıcıların əllərindən. Söhmə!
Getdik işimizin gücümüzün daha iyice. Bugün size geçip bir resept paylaşasıyım. Gelin size onu paylaşırım. İzleyin. Daha sonra görək nə arası. Başlayayım. İlk iş olarak kuru erzakları karıştırıram. Onun üzerine sodanı, darçını, zencefili əlavə edirəm. Hamısını yaxşıca qarışdırıram. Və bu qarışımı hələlik bir kənarda gözlədirəm. Qarışdırma qabıma otaq temperaturunda yumuşalmış çörək yağını əlavə edirəm. Üzərinə şəkər tozu tökürəm. Mikserlə bir kütlə halına gələnə qədər yaxşıca çırpırım. Bu şəkildə yumuşaq bir qarışım əldə elədim. İndi bura yumurtanı və çox az isitdiyim balı əlavə eləyirəm. Qeyd edeyim ki, məndə tünd baldır. Yəni istədiyiniz hər hansı bir baldan istifadə edə bilərsiniz. Təbii ki, açıq rəngli bal istifadə eləsəz, peçenyələrin rəngi daha açıq olasıdır. İndi bunu bura əlavə eləyirəm. Yenidən mikserlə yaxşıca qarışdırırım. Belə bir qarışım əldə elədim. Gördüyünüz kimi bala görə artıq rəngi dəyişdi. Dediyim kimi siz açıq rəngli baldan istifadə eləsəz, rəngi təbii ki daha açıq şəkildə olasıdır. Və yaxud tünd rəngli balınız yoxdursa və istəyirsiniz ki rəngi bu şəkildə olsun, onda bura biraz kakao əlavə eləyin. Eyni rəngdə olasıdır. İndi bu quru ərzaqları bayaq qarışdırdığımız bura yavaş-yavaş əlavə eləyirəm. Qarışdırıram. Bu şəkildə hamısını az-az əlavə eləyərək yumuşaq, amma ələ yapışmayan bir xəmir yoğururam. Onu az-az əlavə eləmək lazımdır ki, lap çox olmasın. Xəmirimiz tam bərk alınmasın. Çünki içərisində bal var və bal olduğuna görə un istəyəsidir təbii ki başlarda. Amma biraz sonra xəmir hazır olandan sonra soyuducuya qoyasıyıq və soyuducuda bala görə daha da bərkiyəsidir. Yəni nə çox, nə də az əlavə eləməyin. Son olaraq kıvamın göstərəsiyəm nətər lazımdır. Və ərzaqların miqdarından nə qədər un istifadə elədim, nə qədər digər ərzaqlardan istifadə elədim. Hamısını videonun aşağıda açıqlama qismində qeyd eləyəcəyəm hər zamanki kimi. Ora nəzər salmağı unutmayın. Bu şəkildə gördüyünüz kimi ələ yapışmayan, amma çox yumuşaq bir xəmir əldə elədim. İndi xəmiri götürürəm. Belə bir torbaya qoyuram və soyuducuya yerləşdirirəm. Soyuducuda bir neçə saat gözlədəsiyəm. Əslində nə qədər çox gözlədsəz o qədər yaxşıdır. Bir gecə də saxlaya bilərsiniz təbii ki. Amma daha tez hazırlamaq istəyirsinizsə, soyuducu buz gözündə də saxlamaq olar. Mənim vaxtım olduğuna görə soyuducunu üst gözündə qoyub saxlayacağım hələ ki. Bir neçə saatdan sonra artıq işləmə keçə biləsinik. Deməli, mən hardasa 3-4 saata yaxın xəmiri soyuducuda gözlətdim. Gördüyünüz kimi çox bərk haldadır artıq. Belə bir yağ bıçağı sərmişəm Hadi xanım bizim mahnı oxuyur burada. Deməli, biraz üzərinə un səpirəm. Böyük olduğuna görə hələ ki yarısını istifadə edirəm. Yarısını yenidən soyuducuya qoyuram ki donu açılmasın. Və bu xəmiri belə biraz əlimlə bastırıram və yaymağa başlayıram. Yavaş-yavaş. Xəmiri hardasa bir 5 mm qalınlığında yaydım. Məndə belə bir formalar var yeni ilə aid. Belə yolka forması, maral forması, şaxta baba forması, belə bu pryanik forması. Bunları Wildberries'dən almışam. Əslində uzun müddətdə almaq istəyirdim. Prosta hər dəfə dedim ki, gələn il alaram, gələn il alaram, birisi il alaram. Belə uzanmışdı, amma axır ki aldım. Yəni siz hər hansı bir formadan istifadə edirsiniz və yaxud formanız yoxdursa əgər, fərqli formalarda öz əl uzun kəsə bilərsiniz və yaxud kağızın üzərinə qoyub kəsə bilərsiniz. Mən yəni bir neçə il öncələrdə bunların hamısını sınamışam. Buna görə də yəni formam yoxdur deyib belə bir şey hazırlamaqdan çəkinməyin. İndi belə üstünə qoyuram, bastıram.
Biraz izi çıxsın deyə. Birinciyə baxaq. Ne tərə alındı. Çok güzel oldu. Bu arada sobamı da 180 derecede kızmağa koymuşam. Şimdi digərləri eyni formada hazırlayıram. Böyle üzerlerini yaxşıca bastırıram ki izi yaxşıca düşsün. Ayda mən video çəkəndə qısqanır elə bilməyə, inanın ki. Mama. Что? Да. Can! Böyle bu şekilde hazırlayırıq aydindən dalaşa. Böyle arasından bir dənə elədim. Bu biraz yaxşı alınmadı deyə bir dənə də elədim. İndi onu götürəsiyəm. Böyle kənarlarını ehmalca yavaş-yavaş götürürəm ki figurlarım dağılmasın. Bu arada bu kenar hissələrini də götürəsiyəm. Soyuducuya qoyasıyam. Biraz yoğurup yenidən özünü tutması üçün gördüyünüz kimi artıq bir balaca işləyəndən sonra çox kövrək alınır. Digər soyuducuda saxladığım digər hissəsini götürüb bu şəkildə yayasıyam. Yenə bu biraz özünü tutandan sonra yenə işləmə davam edəsiyam eyni şəkildə. Və pryanikləri 180 dərəcəli sobada öncədən qızdırılmış bişirirəm. Tez bişirlər, çox uzaqlaşmağa ehtiyac yoxdur, yəni yanından. Şimdi bişirək, görək nə tərə alınasıdır. Bunu götürüm. Çox yumuşaq, gördüyünüz kimi. Mənim ilk peçellərim hazırdır. Deməli, 180 dərəcəli sobada 7 dəqiqə hazır oldular. Əgər bunlardan hansısa yolka ağacının üstünə asmaq istəsək, isti halda soyumadan belə bir mən bu çöpdən istifadə edirəm, soklardan, uşaqların sokundan. Belə bir deşik aça bilərsiniz. İsti halda açmaq lazımdır ki, rahat bir şəkildə açılsın. Çünki soyandan sonra biraz daha quru formada olasıdır. Ayda qoymadı, çöpümüz deyə. Böyle bu şəkildə gördüyünüz kimi rahatca açılır. İndi digərlərini də bişirirəm eyni formada. Və peçenyeləri hazırdılar. Bu şəkildə görsənirlər. Deməli, verdiyim reseptdən 42 dənə belə peçenyelər alındı. Mini formadadılar. Amma çox qəşəngdilər və dadları da mükəmməldir. Burada bir dənəsini уже priyanikin başına yemişəm. Amma çox möhtəşəmdir həqiqətən və uşaqlar da çox sevəsilər, çox xoşlayasılar. Amma sizə bir məsləhət verim, gördüyünüz kimi biraz az bastıqlarım çox düşmürdü, yəni risulkası. Ona görə çalışın möhkəm basın. Möhkəm bastıqlarım daha qəşəng oldu. Nəinki biraz yumuşaq bastıqlarım. Bunlar ilk bişirdiklərimdir. Nətər deyirlər? Günah keçisi olsun, eybi yox. Dediyim kimi burasına bir ip keçirib yol ağacından da asa bilərsiniz. Yəni maraqlı olar. İndi mənim sonuncu peçenlərim də bişdi. Artıq onları da götürürəm və gedirəm uşaqları bağçadan gətirməyə. Görüb sevinəsizlər. Bizim evin görünüşü. İşıqlarımızı göstərməmişdim sizə. Qoy göstərim. Üst tərəfdə üçbucaq kimi qaldı yuxarıya. Qəşəng görsən. Krasiva. Əsl yeni yıllanma havası. Mən yenə bürütlənib çıxmışam evdən. Hava çox soyuqdur. Səhər düzdür qar ucu ərikdir, amma səhər hər yer don idi, yerlər zadlar. Yəni hal-hazırda qulaqlarım bumbuzdur. 2 dəqiqə aydan ora qoyub, Sadiqə qoyub gəlmişəm də. Məsələn, restoran birinci qoyuram, tez qoyuram. Aydan Sadiqə 9-da başlaydı. 9-da qoyub sonra gələm. 1 saatını götürürəm hələ ki, xəstələndik, gitmədik deyə müəllimdir ki, yenə bu həftə 1 saat saxla. Şimdi yenə 1 saat saxlayıram hələ ki, maşında otururam, yəni evə geyib qayıtmaq olmur deyə. Nə deyəsiydim sizə? Deməli, peçeni dünən tez bazar yoxa çıxdı, qalmadı. Təsəvvürünüzə gətirin, çəkənmədim də. Çünki uşaqlar qapıdan girib stolun üstünə qoymuşdum ki, soyusun. Uşaqlar qapıdan girən kimi görürlər ki, peçeni var, əyinləri zadı soyunmadan, əlləri zadı yumadan, amma peçeni 2 dəqiqədə yoxa çıxdı. Pünhan da elə eyni vaxtı gəldi. O da idi, hamısı bəhbəhlə, təriflə, zadla. Yəni Pünhanın belə xoşuna gəlib. Pünhan belə çox tatlı şeyləri olsun, nə bilim, salat, smetanlı salatlar, elə şeylər olsun. Çox həvəsi yoxdur da. Bir yüzdə Pünhan bilənlər bilir. Kebab da Pünhan.
Amma yəni Pünhan mənim peçenlərimə o qədər tərif dedi. Yəni deyəm ki, Pünhan mənim peçenlərimə tərif deyirsə, deməli hazırlamağa dəyər. Dediyim kimi xoşlamır deyə ha. Yəni şirniyyat şeyləri xoşlasa, yəni hamısı da mən bişirən hər şeydir. Özümə səhər-səhər tərif də dediyimə görə də sizdən ürək rahatlığı ilə sağollaşa bilərəm. Ciyim yavaş-yavaş da aydan götürməyə. Çünki elə mən gəlib maşına oturub bir balaca isinib. Heç isinməmişəm də tam vallah. Bir balaca sizə videonu edit eləyib qutarana qədər все, 1 saat bitir. Vaxt keçirik ha buralar. Vallahi bir gözü açsan, yumsan bir də görsən il bitdi. Bu arada ilin bitməyinə də daha nə qaldı ki? Bir ay qaldı. Heç nə, yeni ilə hazırıq demək olar. Bundan sonra oturub fikirləşmək olar. Əsgəna günü sabah həll eləyəsiyəm. Həftənin 5-i sabah. Düzdür, siz bu videonu izləyəndə artıq həftənin 5-i olmuş olasıdır. 5-i axşam ev bəzəmək istəyəm. 6-sı da həftənin əsgənin ad günüdür. Bu arada Sadiqədə şu gətirmək lazımdır. Sabah hələ biraz onu da tər gətirəsiyəm. Onun dərdini çəkib oturum biraz. 5-10 dəqiqə. Belə, görüm növbəti vloglarda sizə belə yeni illə bağlı reseptlər paylaşmaq istəyirəm. Fərqli-fərqli, maraqlı belə fərqli bir şeylər paylaşmaq istəyirəm deyə özüm də axtarım. Tapdığım belə interesli bir şeylər olsa, yenə də sizlə bölüşəsiyəm və təbii ki, Ayda xanım imkan versə, əgər əsas odur, Əsudum imkan versin, mən videoları rahat, ürək rahatlığı ilə çəkə bilim. Belə, ümid edirəm video sizdən ötürü maraqlı oldu, faydalı oldu. Bu hazırladığım peçenlərdən hazırlamağa etdiyim kimi çəkinməyin. Əlinizdə formalarınız yoxdursa, fərqli-fərqli formalardan istifadə edə bilərsiniz. Əlinizlə, bıçaqdan, nə bilim, hər bir şeylə kəsmək olar. Əslində, ideyanıza qaldı artıq o sizin. Yəni, bayram qabağı düşünürəm ki, belə şeylər hazırlayıb, dədiyələr özünüzü, uşaqlarınızı, ailənizi şımartmaq olar. Mən həmişə şımartıram əslində, ilin 12 ayı, nəysə. Əslində getdim, bir balaca başımı örtüm, qulaqlarım bir silsin, papaqsız çıxıram evdən, sonra peşman olam öblə. Sağ olun, gələn videolarda görüşənədək özünüzə yaxşı baxın, yorumlarınızı da gözləyəsiyəm.